Nil şəhərində dərs ilinin əvvəlində tələbələrə hədiyyə olaraq türkçə kitablar paylanıb. Azərbaycan Milli Hərəkatının fəalları dünən 2025-ci il sentyabrın 22-sində yeni dərs ilinin başlaması və məktəblərin açılması ilə bağlı ölkənin təhsil sisteminin təkdilli olmasına etiraz olaraq Ərdəbil əyalətinin Nil şəhərində azərbaycanlı uşaqlar arasında yüzlərlə türkçə uşaq kitabı paylayıblar. Kitablarda əsasən dil təhsili və türk uşaq hekayələri yer alıb və kitabların paylanması zamanı uşaqlara və onların valideynlərinə dil hüquqları, ana dilində təhsilin faydaları haqqında məlumat verilib. İran Respublikası hökuməti bu coğrafiyada yaşayan xalqların bütün maddi və mənəvi haqlarına məhəl qoymur. Türk, ərəb, bəluç, türkmən və başqa millətlər Pəhləvi rejimindən bəri illərdir ki, İran mərkəzi hökumətinin mərkəzi və şovinist siyasəti ilə mübarizə aparır. İranda yaşayan türklər öz ana dilində təhsil almaq, öz ana dilində milli qəzet və televiziyaya sahib olmaq kimi bir çox əsas hüquqlardan məhrumdular. Buna görə də vətəndaş fəalları tərəfindən uşaqların təhsili ilə bağlı günlərdə türkçə kitabların paylanması, ana dilinin qorunub saxlanılması və yaşadılmasında kiçik də olsa təsirli ola biləcək üsullardan biridir.